Azərbaycanda kredit götürən insanların çoxu bir şeyi gec başa düşür. Kreditin problemi faiz deyil. Problem sənin bilmədiyin şərtlərdir. Bu videoda bankların açıq demədiyi, amma sənin illərlə borclu saxlayan maliyyə risklərindən danışacağam. Əgər kredit götürmüsənsə və ya götürməyi düşünürsənsə, bu video sənin puluna birbaşa təsir edir. Çünki Azərbaycanda minlərlə insan kreditə görə maaşının yarısını banka verir, amma nəyə görə bu qədər ödədiyini belə bilmir. Bu video maliyyə məlumatı xarakterlidir. Mən bank işçisi deyiləm, amma bu məlumatlar Azərbaycandakı real kredit şərtlərinə əsaslanır. Xüsusilə istehlak krediti, maşın krediti, kredit kartı borcu olanlar diqqətlə qulaq assın. Çünki kredit düzgün istifadə olunanda alətdir, amma səhv götürüləndə maliyyə tələsinə çevrilir. Bank sənə deyir ki, kreditin illik faizi 13, 14 və ya 15 faizdir. Amma sən bilmirsən ki, sənin real ödədiyin faiz çox vaxt bununla bitmir. Effektiv faiz anlayışı var. Bu faizin içində aylıq xidmət haqqı, hesab açma ödənişi, köçürmə xərcləri, bəzən isə gizli komissiyalar olur. Yəni, kağız üzərində 14% görürsən, amma faktiki olaraq 20%-dən yuxarı ödəyirsən. Ən təhlükəli tərəfi isə budur. Sən bunu hiss etmirsən, çünki hər ay xırda-xırda tutulur. İndi gələk çox adamın diqqət etmədiyi hissəyə, sığorta. Bank sənə deyir ki, həyat sığortası, işsizlik sığortası məcburidir. Amma çox hallarda bu, bankın əlavə gəlir mexanizmidir. Maraqlı olan budur ki, krediti vaxtından əvvəl bağlasan ya da borcunu tez ödəsən, sığorta pulu geri qaytarılmır. Yəni sən bankdan kredit yox, əslində paket almış olursan. Bir çox insan düşünür ki, 1-2 gün gec ödəsəm nə olacaq ki? Amma bank sistemi belə işləmir. 1-2 gün gecikmə, cərimə faizi, kredit tarixçəsinin korlanması gələcək kreditlərdə problem deməkdir. Kredit tarixçəsi sənin maliyyə reputasiyandır. Bu korlananda daha baha faiz ya da ümumiyyətlə kredit yox cavabı ala bilərsən. Yəni bugünkü kiçik gecikmə sabah böyük maliyyə problemidir. Azərbaycanda ən çox edilən səhv emosiya ilə kredit götürməkdir. Toy üçün kredit, telefon üçün kredit, maşın üçün kredit. Bu kreditlərin ortaq cəhəti var. Pul qazandırmır, amma borc yaradır. Bank üçün ideal müştəri məhz budur. Emosiya ilə qərar verən müştəri. Kredit götürməzdən əvvəl özünə bu sualları ver. Bu kredit mənə gəlir gətirəcəkmi? Gecikmə olsa nə qədər cərimə ödəyəcəm? Effektiv faizi neçə faizdir? Əgər bu suallara cavabın yoxdursa, o kredit risklidir. Unutma, banklar sənin dostun deyil. Onlar biznesdir. Amma məlumatsız müştəri banka daha çox pul qazandırır. Əgər bu tip maliyyə mövzuları maraqlıdırsa, kanala abunə ol. Növbəti videoda Azərbaycanda ən gəlirli peşələr haqqında danışacağam.